Sonra referi oyunculara bütün təlimatları verir. Emin Mahmudov topun gerisinde. Haydi kapitan. İşare geldi. Emin Mahmudov yakınlaşır. Emin'in zərbesi. Gol! Emin Mahmudov. Rəhman. Rəhman Daşdemirov buradan istədi şansını yoxlasın ikinci cəhdində. Bunu eləyir amma zərbəsi qüvvətli alınmayıb. Top futbolçularımıza qalır. Elvin Cəfərquliyev. Elvin'in ötürmə. Qapı önünə. Başla zərbə. Gol, 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 gol. 2-0. Rəhim Sadıqov. O da fərqləndi. Topun gəldiyi mövqedə deyildi. Həmlə davam eləyir. Başla zərbə və gol. Gol, 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 gol. Topa yaxınlaşdı. Onun zərbəsi. Sap 3-1 olur. Sanusiya fərqi azaltdı. 3-1. Penaltidən fərqləndilər bizə. Baxır Hüseynin ötürmə Tural Bayramova. Tural Bayramov. Tural'ın zərbəsi. 4-1. Tural Bayramov. Fərqi 3 topa çatdırır. Dərhal oynadı Ayxanla. Ayxan Hüseynov rəqmi cərmə meydanında. Ayxandan qapı qarşısı ötürmə. Başla zərbə. Gol. 5-1. 5 oldu. 5, 5, 5. 5-1 Vüsal İskəndərliyin qolu. Vüsal İskəndərli yeni ötürmə. Gol, 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 gol. 6-1. Bax, bu başqa məsələ. Azərbaycan milli komandası tarixində ən böyük hesablı qələbəni qazanmağa çox yaxındır. Çünki hesab 6-1'dir. 6-cı topu da rəqibin qapısından keçirdiyi orada nöqtəni Rüstəm Əhmədzadə qoydu.